Salam dostlar, bu videomuzda sizinlə beraber Qızlar Bulağını gezəcəyik Naxçıvan şəhərində. Keçən videomuzda Möminə Xatun məqbərəsi haqqında məlumat vermişdim və birlikdə Möminə Xatun məqbərəsini gəzmişdik. Qızlar Bulağı da Möminə Xatun məqbərəsinə çox yaxın yerləşir. Sizinlə beraber oranı gezəcəyik. Naxçıvanın gözəl bir mənzərəsi var, o mənzərəsini göstərmək istəyirəm. Gördüğümüz bu çayda Araz çayıdır. Tam Türkiyədən başlayır, düz Sabirabada qədər gedib su qovşanda Kür çayla birləşir və Xəzərə qovuşur. Azərbaycanın ən böyük çaylarından biridir. Yəni də bayram ərəfəsi olduğu üçün belə tədbirlər var. İndi bu yoldan gedirik Qızlar Bulağına. Şəhərin biraz aşağısında yerləşir və pilləkənləri yenmək olacaq. Size onu da getireyim ki Naxçıvanımızın çok güzel havası var. Yani Naxçıvanda içimizə çəkdiyimiz havanı biz başında tapa bilmərik. Havası çox təmizdir, suyu çox təmizdir. Bana gəldikcə belə qədimi köhnə tikililər var. Artıq Qızlar Bulağına çatırıq. Suyun səsi də gəlir. Bura Naxçıvanın artıq məşhur Qızlar Bulağı deyilən yerdir. Birazdan gözəl mənzərəni sizə görəcəksiniz. Özünüz bilirsiniz ki, Naxçıvan dağlıq bir zonada yerləşir. Və belə bir dağlıq zonada dağın altından belə illərdir sular axır. Dayanmadan bu sular gecə, gündüz, fəsillər bilmədən axan bir sulardır. Çok güzel de mənzərəsi var. Qızlar Bulağı əsasən gənc insanların, bir-birlərini sevən, evlənmək niyyətində olan insanların Naxçıvandakı iş görüş yerlərindən biridir. Burada görüşərlər, burada planlarını qurarlar, sonra nişanlanıb ailə həyat qurarlar. Qızlar Bulağının belə bir özelliği de var. Sizə mənzərədən çəkim göstərim. Gördüyünüz kimi sular axır. Bugünkü videomuzda bu qədər. İnşallah növbəti videolarımızda görüşərik. Allah'a emanet olun. Özünüzə yaxşı baxın.